Axşamınız xeyir olsun əziz saz söz həvəskarları. Ozan sənətini bütün sevənlər, bütün dünyada sevənlər, bütün dünyada yayımlanan Lider kanalı vasitəsilə Değişmə 4 layihəsini izləyirlər. Həftələr getdikcə biz sonlara doğru yaxınlaşırıq və beləliklə iştirakçılarımız azalır. Deməli, bir neçə həftədən sonra artıq final yarışmamızda və finala çıxmaq uğrunda artıq mübarizə aparan iştirakçılarımız da var. Ötən həftə ən az SMS toplamış 2 iştirakçımız bugün bu değişmə meydanında mübarizə aparacaqlar. Gəlin əvvəlcə onlara dəvət edək, səs faizlərindən baxaq. Siz səsləri göndərin, daha sonra biz verilişimizə başlayaq. Beləliklə 93-217 SMS nömrəsi ilə İbrahim Sadıqov. Hoş gəlmişsən İbrahim, sənə uğurlar arzulayıram bu günlərim. Və 93-222 SMS nömrəsi ilə Elşən Təkrəli. Hoş gəlmişsən Elşən, sənə də uğurlar arzulayıram. Sözsüz ki, sizə də söz verəcəm, dəstəbaşlara da. Lakin istərdim hal-hazırda olan səs faizlərini. Görüm ki, tamaşaçılarımız başlasın səs göndərməyə. Bu saniyə, bu dəqiqə olan səs faizlərimiz hazırdırsa gəlin birlikdə izləyək. Beləliklə var. Elşən Təkrəli 68,64 səs faizi ilə öndədir. 31,36 səs faizi ilə İbrahim Sadıqov geridədir və çox geridədir deyərdim. Lakin verilişimizin əvvəli olduğu üçün hələn vaxtınız var əziz tamaşaçılar, səs göndərə bilərsiniz. Elə buradaca qeyd edim ki, daha çox səs göndərmək istəyirsinizsə İbrahim Sadıqov üçün 10 səs 93-310, 30 səs 93-230. Boş SMS göndərməyiniz kifayətdir. Elşən Təkrəli üçün 10 səs 93-229, 30 səs 93-250. Boş SMS göndərməyiniz kifayətdir. Siz səs göndərin, aktiv olun. Mən isə istəyərdim ki, bizim bu iştirakçılarımızla ən azından bu değişmə layihəsində məşğul olan, onlara az da olsa biraz ustadlıq edən, bizim əziyyət çəkən aşıqlarımızı həmin bu değişmə meydanına dəvət edim. Alqışlarınızla Aşıq Şaiq İncəli. Değişmə 2 aşıq layihəsinin qalibi, xoş gəlmişsiniz Şaiq. Salamlayırıq sizi. Vüqarı da dəvət edim və beləliklə Şirvan Aşıq Məktəbinin çox populyar aşıqlarından biri Aşıq Vüqar Mahmudoğlu. Siz də xoş gəlmişsiniz. Şaiq, qısaca olaraq səni dinləyək. Çox sağ olun İslam müəllim. Mən də bütün ekran qarşısında əyləşib bizə baxan hər bir kəsi salamlayıram. Üstadların qarşısında baş əyirəm. O cümlədən bugünkü yarışmamızda yarışan iştirakçılarımızdan Elşən qardaşımız Şirvanı təmsil edir. İbrahim də ki, özünüz bilirsiniz, Gədəbəli balasıdır, qərb zonasını təmsil edir. İbrahim xoşbəxt bir insandır ki, onu Ustad Aşıq Ədalət bugünü izləyir və ona dəstək olur, studiyamıza zəng eləyib, ona dəstək olduğunu bildirir və bir də onu deyim ki, Ustad Aşıq Cəlal Abbasən belə bir şeir deyib, deyir ki, saz sənəti saz sənətdir, könül açan xoş səsi var, bir neymətdir o xoşbəxtdir, kimin ona həvəsi var. Nadan onu duya bilməz, hər kəs onu düz anlamaz, nadan qanmaz, qanan doymaz, hər kəs onu düz anlamaz. Var tavar saz, var ana saz, bir də onun cürəsi var. Aşıq Cəlal, nəzil nəbən, ver saza dəm, eyləmə qəm. Qalma nəhkəm əziz hatəm, kef çək ömrün məzəsi var. Eşq olsun sazımıza, sözümüzə, var olun, sağ olun. Eşq olsun. Aşıq Vüqar, sizi dinləyək. Çox sağ olun. Mən də hamınıza axşamınız xeyir olsun deyirəm. Gələn qonaqlarımıza, münsifləri salamlayıram, sizi salamlayıram və bizim uşaqlara uğurlar arzulayıram. Qoy qorxmasınlar, həm də biraz məsuliyyət hiss eləsinlər. Yəqin ki, inşallah yaxşı olar. Mən İrvahim deyirəm, İrvahim də çox istəyirəm, köhnə kişilərdəndir. Amma Elşən mənim canım, ciyərim, həm qanacalı qabiliyyətli oğlandır, yerin yurdun bilən oğlandır, eyni zamanda gözəl sənətkardır. Və istəyirik ki, təbii ki, yarışmadır bu, uduzan yoxdur. Hər kəsən odu öz qənşərinə çəkir, öz qabağına çəkir və bütün hamıdan, Şirvanlılardan, məni sevənlərdən, yəni Şirvan aşıq sənətini kim dəstəkləyəcəksə,
bax Elşənə dəstək olsunlar. İrfan inciməyə qadam bu dedim də belə də olmalıdır. Alqışlıq Və bir daha uğurlar arzulayıram. Sözsüz ki, belə olmalıdır. Aşıq Şahid bugün İbrahimi dəstəkləyir. Aşıq Vüqar bugün Elşəni dəstəkləyir. Və əziz tamaşaçılar, hər verilişimizdə olduğu kimi, hər dəyişmə meydanında bizim bu iştirakçılarımıza qiymət verən insanlar var. Onlar da bizim dəyərli münsiflər heyətimizdə. Alqışlarınızla təqdim edirəm. Ustadaşığımız Abbas Musaxanoğlu. Əzizimiz Aşıq Telli Borçalı. Əməkdar mədəniyyət işçisi, fəlsəfə doktoru Neymət Qasımlı. Və Gədəbəy Aşıq Məktəbinin, belə deyərdim ki, hal-hazırda ən tanınmış aşıqlarından biri Aşıq Dəmir Gədəbəyli. Hoş gəlmişsiniz sözsüz ki, irəliləyən dəqiqələrdə. Sizi də dinləyəcəyik, lakin tamaşaçılarımız da artıq sazı dinləmək istəyir, iştirakçılarımızı dinləmək istəyir və ənənəvi olaraq geridə olan iştirakçımız bu dəfə İbrahimdir. Özdə çox geridədir. İbrahim, buyur, söz sənindir. Çox sağ ol İslam müəllim, söz verdiyinə görə mən xalqımızı salamlayıram, axşamımız xeyir olsun deyirəm. Bütün dünyada yaşayan Azərbaycanlıları qocaman Təbrizi salamlayıram, Naxçıvan bölgəsini və Azərbaycanın hər bir bölgəsi bizim üçün əzizdir, unudulmazdır, gözəldir, amma doğma insanın doğulduğu yer daha müqəddəs, daha əzizdir. Mən qəhrəman Gədəbəyliləri salamlayıram. Gədəbəy rayon icra başçısı Ramiz müəllimi salamlayıram və bütün Gədəbəyliləri salamlayıram. Bir daha axşamımız xeyir olsun. İfan nə olacaq? Sən baş tartil. Buyur. Bizim gerbimiz baş tartil gəlir. Gelse belken ey malalım ey meleğim ey tapam şafa batmasın kanıma gelsin abalan eynim abalan eynim abalan eynim asonan eynim Rəhmət Dədəl Əskərə demək Telli xanım 105 yaşında bu kişinin hələ də sevgisi ölməmişdi. Səhnəbani olan sevgisini dədənin son şeirlərindən də ölüm ayağında belə yazır ki gedin deyin o gəlinə ölürəm yanıma gəlsin gəlsə bəlkə də tapdım şəfə batmasın qanıma gəlsin Qaryalarda olar balıq Mətləbini versin xalıq Çıt tuman atılaz arxalığa Şiyar geyinsin yanıma gəlsin O belən ay dəryaların Adası var Əsgərin sədası var
sadası var, oy sadası var. Ay mərdin nəkin ey, oy ey qadası var. Namərdin canına gəlsin, abalan heynim, abalan heynim, asolan heynim, asagan heynim. Deryaların adası var, Ələskərin sədası var. Mərdin nə ki qadası var, namərdin canına gəlsin. Eşq olsun. İbrahim Sadıqov bir daha alqışlayırıq. Və hal-hazırda olan səs faizlərinə nəzər yetirirəm. 60,12 səs faizi ilə Elşən Təkrarlı öndədir. Alqışlayırıq Elşəni. İbrahim Sadıqovda isə 39,88 səs faizi var. Geridədir, lakin növbə Elşənə deyəcək, xoş gəlmişsən. Çox sağ olun, Sinan müəllim, sizə təşəkkürümü bildirirəm. Mən də Qobustan yolu Təkilə kəndindən gəlmişəm. Qobustanlardan səs istəyirəm. Doğulduğum boya başa çatdığım Təkilə kəndindən səs istəyirəm. Azərbaycanın hər bir rayonunda olan Təkilə elatlarından səs istəyirəm. Dəyərli müsirlər heyətimizi salamlayıram. Telli xanımı sevənləri, Aşıq Abbas əmmi sevənləri, Neymət Qasımını sevənləri, Aşıq Dəmir sevənlərindən səs istəyirəm. İfa elədiyim havanın adı Çoban Yaylağı Peşrosudur. Buyur.
Teşekkürler Elşən və hal-hazırda olan səs faizləri elə demək olar ki, eyni ilə qalmaq üzrədir. 60-dan %78 səs faizi ilə Elşən Təkrarlı öndədir. İbrahim Sadıqovda isə 39-dan %22 səs faizi var. Əziz tamaşaçılar, reklam fasiləsinə ayrılmamışdan öncə nəzərinizə çatdırım ki, bu verilişin sonunda da bizim digər iştirakçılarımızdan ən az SMS toplayanlar növbəti həftə üçün yarışırlar ki, növbəti həftə ən az SMS toplayanlar bu dəyişmə meydanında yarışacaqlar. Beləliklə, Aşıq Şaiq İncəlinin dəstəsindən 93-216 SMS nömrəsi ilə Əskər Qazaqlı səs göndərin Əskərə, dəstək olun. 93-214 SMS nömrəsi ilə Samir Cəlaloğlu Samirə də səs göndərib dəstək olun və Aşıq Vüqar Mahmudoğlu'nun dəstəsindən 93-215 SMS nömrəsi ilə Ziya İbadov səs göndərin, dəstək olun bu iştirakçılara. Çünki ən az SMS toplayan növbəti həftə bu dəyişmə meydana çıxacaq və ola bilsin ki, məğlub olaraq finala vəsiqə qazanmaya bilər. Siz reklamlara baxırsınız, biz ise burada sizi gözləyirik. Reklamlar. Reklamlar bitti və biz Favorit Production'ın təqdim etdiyi dəyişmə meydanındayıq. Alqışlayırıq hər iki iştirakçımızı və hal-hazırda olan səs faizlərinə baxırıq. Reklam fasiləsində dəyişib, yoxsa səs faizləri reklam fasiləsində dəyişibdir. Ona görə gəlin artıq hər iştirakçıdan biz hava dinləmişik, necə deyərlər. Abbas müəllim, İlkin fikirlər. Hər vaxtınız xeyir olsun, axşamınız xeyir olsun, əziz tamaşaçılar, dinləyicilər. İslam müəllim, ilkin fikirlər deyəndə ki, indi hərəsi bir hava çaldı. Abbas müəllim, üzr istəyirəm, səs faizləri gəldi, dəyişibdir çünki. Buyurun. Hal-hazırda Elşən Təkrarlının səs faizləri 57 %62 səs faizi ilə öndə dalğışırıq Elşəni. İbrahim Sadıqovun səs faizləri isə 42 %38 səs faizidir. Buyurun. Çox, məsələ İbrahim çaldı, oxudu, oxumağı, duyumu, o aşıq havacatını hiss eləməyi çox gözəldir, çox yaxşıdır. O nöqtələr var da, onların hamısına dəyir. Amma İbrahim biraz belə aşıq kimi danışmır, hərəkət eləmir. Belə elə bil ki, bunu məcbur göndəriblər bura. Ay İbrahim, biraz canlı ol ginən, biraz hərəkət elə ginən. Özü də yaxşı hissiyyatın var, yaxşı duyumun var, yaxşı saz çalırsan, yaxşı oxuyursan, valla. Demək lazımdır. Amma indi elə cəmaat baxır bizə. Biraz hərəkət elə gidən. Nə olub sənə? Kim xətr edəyib səni? Hə, yaxşı olar Allah qoysa. İndi bundan sonra yaxşı olar. Qaldı ki, Elşənə, İslam müəllim. Elşən bizdə Şirvanda deməli ki, ustad sənətkarlar, Allah rəhmət eləsin, dünyasını dəyişənlər. Qalanlara da can sağlığı. Yaxşı saza bələd aşıqlarımız olub, ustadlar. Ustad Bilaldan Üzübəri, Cəyirli Abbas, Aşıq Şakir, Aşıq Barat, Aşıq Xamsa, Aşıq Şərbət, sonra biraz bəri gələndə Allah rəhmət eləsin Aşıq Mahmud, yəni ki Aşıq Rıza, sonra da biz də göz qabağındayıq, yəni mən buradayım, Aşıq Vüqar da buradadır, yəni saza bələd aşıqlarımız, yaxşı aşıqlarımız olub, saz çalan aşıqlarımız olub. Sözsüz ki, ansamblla çalıb oxumuşuq, çox o qədər bilinməyib ki, nə çalırıq, nə oxuyuruq, yəni sazımız bir o qədər üzə çıxmayıb. Amma Şirvanda yeganə indi bu günləri deməli ki, sola, saz ifaçısı Elşəndir. Özü də ki, bu birinci havası kimi, əgər o birisi havalarda olsa, burada ustadlar da əyləşiblər, deyə bilərlər. Çox gözəl, mənim şəxsən xoşuma gəldi, çox gözəl. Çox gözəl ifa elədi. Özdə çoban yaylağı pişir, o ən klassik yolla çaldı. Heç bir yeni bir şey ora qoşmadı. Mənim ümumiyyətlə aşıq musiqisinə nəsə qoşandan acığım gəlir. Bu başdan deyirəm. Klassik yolla çaldı, çox xoşuma gəldi. Çox sağ olsun. Sağ olun, alqışlayırıq ustad aşığımız Abbas Musa xanoğlunu. Telli xanım 2 həftədir yox idiniz bizimlə. Tamaşaçılar çox darıxıbdır, biz də darıxmışıq. Siz də xoş gəlmişsiniz. Çox sağ olun, minnətdaram, təşəkkür edirəm. Amma onu da deyim ki, İslam, mən də çox sizin üçün darıxmışdım. Biraz işlərim var idi ona görə. Amma çox şadam ki, yenə buradayım. Mən də bütün tamaşaçılarımızı salamlayıram. Mən buradakı iştirakçılarımızın hər birisinə demək olar ki, bunlar elə qalibdir. Əgər bu müsabiqəyə gəliblərsə də. Amma qaldı ki, belə İbrahimin biraz xarakteri, xasiyyəti ağır təbiətlidir da, Abbas müəllim. Deyirsiniz, biraz hərəkət elə. İndi təsəvvür elə, o telli kimi hərəkət eləsə, nətər olar? Yəni danışsın, gülsün. Onun təbiəti elədir. Amma mənim
Çox xoşuma gəldi. O qədər xoşuma gəldi. Öpürəm səni İbrahim doğrudan. Eşq olsun Gədəbəyə ki, səni kimi gözəl sənətkar yetirəcəkdir. Deyir ki, Borçalı elinin yetirməsiyəm, sənətimdə öyünməyə haqqım var. Ustad kəlamından, ustad yolundan yeriyiblər, yeriməyə haqqım var. Neçə əsr yaşayıbdı bu sənət, neçə əsr yaşayacaq bu sənət. Mənim üçün müqəddəsdir bu sənət. Yaşayıram, yaşatmağa haqqım var. İki sevgi hey danışıb güləndə, dəstələyib yar terini hörəndə, tərmeyxana meyli toylu görəndə, sevinirəm, sevinməyə haqqım var. Eşq olsun İbrahim, doğrudan çox xoşuma gəldi, hələlik xoşuma gəldi. İndi o sənin təbiətin ağırdır da, indi bunu neyniyək? Biraz da hələ ağır olsa, sırf aşıq kimi. Bir də qaldı Elşən. Elşən, doğrudan mən səni onsuz da görmüşdüm toylarda da, bu efirlərdə də, amma Abbas müəllim bayaqları dedi doğrudan. Çox gözəl barmaqlarım var, çox gözəl ürəyim var. Mən də səni yenə də öpürəm, bağrıma basıram ki, Şirvandan bax belə saz sola ifaçısı doğrudan da bu fəxr etməlidir. Mən çox xoşuma gəldi, sənin ifanı bəyəndim. Eşq olsun sizlərə, uğurlar olsun. İslam, siz də öpürəm, bağrıma basıram. Mahir, səni də öpürəm İlham. Alqışlayırıq Aşıq Telli Borçalını. İslam müəllim, Telli xanım, mən İbrahimi oxumağında, çalmağında, o necə deyirlər, irad tutmadım ha. Biraz boşluğunda irad tutdum. Oxumağı, çalmağı ayağım. Hələ ki ilk ifalar idi. Sözsüz ki, öndə də ifalarımız var və ifaları istəyirik. Amma səs faizləri bir daha dəyişdi. Belə ki, Elşən Təkəlinin səs faizləri biraz düşərək 52,26% olubdu. Və 47,24% səs faizi ilə İbrahim Sadıqov yavaş-yavaş irəliləyir. Alqışlayırıq hər iki iştirakçımızı və İbrahim söz sənindir. Buyur. Bir daha xalqımız salamlayıram. Abbas müəllim dedi, düz biraz bugün naxoşlamışam Abbas müəllim. Ona görə üzür hesab eləyərlər ya. Naxoşlamağına quzu kəsim səni. Bir daha xalqımızı mən salamlayayım, bir-iki söz. Bir daha xalqımızı salamlayıram, Gədəbəy, qəhrəman Gədəbəyliləri salamlayıram. Bizim Samanlıq kəndini, qonşu kəndləri Xarxar, Zəhmət, Slavyanka, bu kəndləri də salamlayıram. Bir daha aktiv olun, görək nə edirik. İfan nə olacaq? İfam Dilqəm havası. Buyur. Dedim ey Leyli cemalını, ey görəndə dilbər, eylədin Məcnun təkə canan. Divana mənim eşqin kəməndini neynin, gəl aşıma boynumdan, bağışdağın əhdi peymana mənin ey Ərzuruma, yol gedir Ərzuruma. Aya dəvəsin ölmüş ərəbəm, elə dözürəm hər zurma. Leyli camalını görəndə dilbər, eylədin Məcnun tək divanə məni, eşqin kəməndini gəl aşma boynumdan, bağışda o əhdi peymanə mənim.
Dedim ey köyünde dilgemem, azalım 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 terse dağında, bülbül falan eyler neynim. Ele gül budağında gönül kuşu neynim. Yar cemalın bağında dönderdin o şeyhi sen anemenin ey. O güneyler, o güzeyler, o güzeyler, o güneyler. İki hasret karşı gelse bayramının o güneyler. Dedim ayan ezelden ey dilgemeye balama balam ey yar olan sensen güzeller içinde ama. Hay lele ey bele can alan sensen Ezrail donunda yollar. Can alan sensen ben nece can verme olurum. Hay leleyey bir özgesine erde bile yol gedir erde bile. Helen ey men çalam ey İbrahim okuya. Sim biler perde bile ceyranı. Eşk olsun İbrahim Sadıkov ve Aşık Telli Borçalıya ve hal-hazırda olan ses faizlerini deyirəm. 50 tam %73 ses faizi ilə İbrahim Sadıkov öne keçir, alqışlayırıq. 49 tam %27 ses faizi ilə Elşən Təkləli artıq biraz geridədir. Elşən buyur səni dinləyirik. Mənim müşayiət edən qoşa nağarada Mahir Niftəliyev, nağarada Cahangir Musayev, qarmında Elbrus Məlikov. Çox sağ olsunlar, Allah onlardan razı olsun. Alqışlayırıq musiqiçilərimizi. Bir daha gene Qobustanlılardan, Şamaxıllardan, xeyirxah insanlardan, Təvəkkül əminin dostlarından səs istəyirəm. Sündü kəndindən, Şah İsmail'dan səs istəyirəm. Elim Obam Cəyirli kəndindən səs istəyirəm. Təkilə Mirzə Baba kəndindən səs istəyirəm. Çuxanlı kəndindən səs istəyirəm. Və bir daha Şamaxıllardan səs istəyirəm. İfa ilə Dəzim Havanın adı Orta Müxəmməs. Buyur.
olsun. Hər iki iştirakçımız çox gözəl ifa etdi və hal-hazırda olan səs faizləri 50,83 səs faizi ilə İbrahim Sadıqov öndə də alqışlayırıq İbrahimi. 49,17 səs faizi ilə Elşən Təkləli biraz geridədir. Əziz tamaşaçılar, reklam fasiləsində aktiv olun, səs göndərin. Reklamlar bitti və biz Favorit Production'ın təqdim etdiyi Değişmə meydanındayıq və bu günlərin iki iştirakçımız 93-217 SMS nömrəsi ilə İbrahim Sadıqov alqışlarınızla və 93-222 SMS nömrəsi ilə Elşən Təkləli alqışlarınız gəlsin. Doğrudan da hər iki iştirakçımız çox gözəl ifa edirlər bu günlərim və inanıram ki, bizim tamaşaçılarımız da hər iki iştirakçımıza öz SMS-ləri ilə dəstək olacaqlar və hal-hazırda olan səs faizləri 51,15 səs faizi ilə İbrahim Sadıqov öndədir. 48,85 səs faizi ilə Elşən Təkləli biraz geridədir. Əziz tamaşaçılar, aktiv olun. 10 səs və 30 səs üçün olan nömrələrdə görürsünüz. Aktiv olun və səs göndərin. Mən isə istəyərdim ki, münsiflər heyətindən daha bir neçə nəfər öz sözünü desin. Nemət müəllim, bəlkə sizdən başlayaq. Çox sağ olun, təşəkkür edirəm. Hər bir zəhmət çəkənlərə minnətdarlığımı bildirirəm. Sazın sözün belə yüksək səviyyədə təbliğ olunması üçün bu qədər fəaliyyətin qarşısında doğrudan da bunlar gərək o məsuliyyəti hiss eləyə, daha odda alovlu çıxış eləyə və yaxşı da başlayıblar. Mən İbrahimdən başlamaq istəyirəm. İbrahim yəni artıq bir neçə dəfə çıxış eləyib. Sözün əsl mənasında İbrahimin seçdiyi havalar sənətin ən çətin havalarıdır. Bugünkü günümüzdə saz ifaçıları çoxdur. Aşıqlarımız da çoxdur. Sənəti yaşadanlar 5-6 nəfərdir. Əsl sazın öz havalarını, çətin havalarını ifa eləyənlər, oxuyanlar da 5-6 nəfərdir. İbrahim dilgəmini oxudu. Artıq onun dilgəmisi hər şey deməkdir. Baş tartildə bir balaca, düzdür, o səsin zəngüləli yerlərini cürbəcür variantda oxudu. Yəni, gözəl oxudu. Ədalət Nəsibovun yolunu oxudu, xanların yolunu oxudu, Gədəbəy üslubuna məxsus olan yolu oxudu. İbrahimin bu oxunuşu məndə bu sözü deməyə, cəsarətlə deməyə vadar etdi ki, İbrahim bütün ustadlara qulaq asır. Bu, bunun yüksək tərəfi. O hərəkətinin ağır olmağı, valla, o elə bir mühitdə doğulub boya başa çatıb ki, orada aşklar samballı olur. Mən təsəvvür eləyə bilmirəm ki, Dədə Əmrah, Dədə Ədalət, Dədə Şəmşir sazı bu cür təsəvvür eləyirəm ki, elə bu cür təmsil eləyə bilərdi. O, irad tutulmamalıdır. Bir dənə xahişim nədir? Bir dənə xahişim odur ki, siz nəzərə alın ki, bütöv bir dünya üçün saz sənətini təbliğ edirsiniz və hesab edin ki, bugün sizin axırıncı çıxışınızdır. Bu sənət sizdə əbədi qalmalıdır. Bu prinsiplə odda alovlu çıxış eləyin. Elə də Elşən qardaşım haqqında mən o gözəl sözləri ona da şamil eləyirəm, amma bizə şeyi yadınızda saxlayın. Bura müsabiqədir. Müsabiqədə çalışın, irad olunacaq şeylərə yol verməyin. Gözəl çaldın Şirvan havalarını. Hər ikisini gözəl çaldın, yüksək səviyyədə. Havalara irad yoxdur. Yəni, sərqəli çaldın, oxunuş yerində çaldın. Amma əvvəldə başlayanda Mahur Üstəm, muğam çaldın, çoban bayatçısına keçdin, qayıtdın, yenə başqa muğama keçdin, sonra çoban bayatçısına keçdin, sonra muğama keçdin, havaya keçdin. Yəni, bunlar sənətdə yol verilməzdir. Birini götür, biraz o şou aləmində olan xarakteri hiss elətdin. Amma havanın özü gözəl idi. Bir də solo ifaçıların hər birinə mənim buradan tövsiyəm və təklifim var. Mütləq səsi olmaya bilər. Mütləq ifa etdiyi havanı zümzümə formasında da olsa bilməlidir. Əks halda onun ifası heç vaxt düz olmayacaq. Bunu hər bir solo ifaçı yadında saxlasın və xalqımızdan bu iki sənətçilərə mən dəstək gözləyirəm. Çünki bizim müsabiqənin sonuna yaxınlaşır. Layiqlisinə səs verin, dəstək olun. Çox sağ olun. Əməkdar mədəniyyətçisi, fəlsəfə doktoru Nemət Qasımlı. İndi isə Dəmir Gədəbəyli bizim sevimli aşığımıza söz verir. Salamlayıram xalqımızı, hörmətli saz söz severləri. Bizim maşallah uşaqlar bu dəfədəki iştirakçılar demək olar qənaət bəxşdir. Başlayaq Elşəndən. Mən inanmazdım, həm də çox sevindiricidir ki, Şirvan bölgəsində belə yaxşı barmaqlar inkişaf eləyir. Çoban bayatısını çox layiqli yerinə yetirdi. Sonra keçdi Orta Mahura, arxasından
Bəli, o Hafiz ifa elədi. Çox normalına baxıram, amma gərək orta mahuru muğam havasını qatmaydın. Yəni çoban bayatçısı bilsinlər ki, aşıq havasıdır. Şifahi xalq ədəbiyyatının belə deyək də ən çox işlədilən çoban bayatçısı. Muğamlardan istifadə olunur. Ona görə ki, Şirvan aşıqları muğamatdan gəlirlər. Bəli, Şirvan aşıq bölgəsində var. Bizim belə deyək də İbrahim Gədəbəyli, mən nəzərinizə çatdırım ki, aşıq sənəti birbaşa meydan sənəti olub. Aşıq sənətlər həmişə meydanda olub, Qarazurlu ilə bərabər. Amma Gədəbəyin bilirsiniz, hər bir aşığa öz bölgəsi ilə baxmaq lazımdır. Gədəbəyin ustad aşıqlarından Aşıq Svendiyar, Sədaqət, Aşıq Sayat, Aşıq Gələndər, Altay, Dəmirvəlli. Belə deyim də, meydanda oxumaqla bərabər ifa etdiyi havaların ahənginə uyğun hərəkətlər olub. Bu olmalıdır, çünki sən Gədəbəylisən. Amma başları tel, istərsə dilqəmi, çalğını da, oxumağını da vəhdət daşıyırdı, bir-birini tamamladı. Elə bir qüsur yox idi. Amma bir balaca xahiş eləyirəm, indi çünki Nemət müəllim kimi bir müəllimim var. Bunlardan o meydanda o sifət mimkalarını, hərəkətini, maşallah, qənaət bəxşdir. Çox sağ olun, çox sağ olun, alqışlayırıq. Mən İslam çox üzr istəyirəm, bir söz demək istəyirəm. Dəmir, orada dediniz nəmi seygah, mahur filan. Bu söhbət o demək deyil ki, bu seygaha keçdi filan elədi. Amma hardan keçsin, o qapıdan düz giribsə da, o mahur da eləyə bilər, seygah da eləyə bilər, şuur da eləyə bilər. Amma gəlib həmin qapıdan yenə o düz düşdü. Həmin qapıdan düz çıxmalıdır. Çox sağ olun. Orada heç bir qüsur yoxdur, elə yolundan davam edir. Sonda da sözü dinləyəcək. Hal-hazırda onun səs faizləri 50,33 səs faizi ilə Elşən Təkrəli önə keçibdir. 49,67 səs faizi ilə İbrahim Sadıqov biraz geridədir. İbrahim, buyur, söz sənindir. Bir daha xalqımızı salamlayıram. Dəyərli insanlardan səs gözləyirəm. Biraz üzr istəyirəm bu seçicilərimlə, bəzilərimlə. Buyur. Bəzi insanlar var, onlar deyim. Üzr istəyirəm. Mən bütün Azərbaycanın hər bir bölgəsini salamlayıram. Bərdə şəhərini salamlayıram. Bərdədən İbrahim müəllim dəstəyi olur. Vəliyev İbrahim. Göranboy salamlayıram. Göranboyun Qızıl Hacılı kəndini salamlayıram. Bütün Göyçə mahalını salamlayıram. Burada biraz adlar... İbrahim, növbəti ifadan öncə digərlərini deyərsən. Sonra İlqar Bayramov yenə bu Göyçənin nümayəndəsidir. Bu da dəstək olur. Fəxrəddin müəllim. İbrahim, növbəti ifadan öncə Göygöldən deyərsən. Yusuf Xıdırov dəstək olur. İfadə dinləyər, növbəti ifadan öncə digərlərini də dinləyərik. Buyur, İfan. Nə olacaq İfan? İfam Aran gözəlləməsi. Buyur. Dədəl əskərdən görək nə deyirik. Tərəfindən ərz eləyək sizlərə can sağlığı. Dedim ey xəstə könlüm ey dərdi qəmlən ayıldı. Bugün məclisimən ey bir can gəlibdi, bir can gəlibdi. Gedən ey ceylanım, camalın şöyləsin ey edib münəvvər. Zahir deyil ey özün oy, Pünhan gəlibdi, yaman ey zalımsan, canımın alırsan, harda qalırsan. Rəhmət Dədəl əskərə, xəstə könlüm dərdi qəmlən ayıldı. Bugün məclisimə bir can gəlibdi. Camalın şöyləsi edib münəvvərə kişi, zahir deyil özü pünhan gəlibdi. O
gelməyə gör nəyə bənzər. Nə xana, sultana, nə bəyə bənzər. Misirdən gəlmiş bir köynəyə bənzər. Kənandan Yaquba dərman gəlibdir. Dedim Ələsgər göreceğine derdin alım candan usanıb. Camalından ey şəmsi qəmər oyutan. Gedən ey ceyranım gətir dərmanım. Ay nə beşdən ey belə qılman yaranıb. Nə dünyaya belən oy insan gəlirdi. Canan canımdı, yaralıdır canım, gətir dərmanım. Ələsgər göreceğin candan usanıb. Camalından şəmsi qəmər utanıb. Nə beşdə belə qılman yaranıb, nə dünyaya belə insan gəlibdir. Teşekkürler İbrahim Sadıqova, alqışlayırıq bir daha İbrahim'i. Ve hal-hazırda olan səs faizləri Elşən Təkirəli öndə idi, artıq geri keçdi. İbrahim Sadıqov öne keçdi. 51,88 səs faizi ilə İbrahim öne keçdi. Elşən Təkirəlidə isə 48,12 səs faizi var. Elşən, buyur, səni dinləyirik. Mən də bir daha Azərbaycan xalqından səs gözləyirəm. Xaçmazdan, Cahangirdən, Eyvaz əmidən səs gözləyirəm. Bir daha Şamaxıllardan səs gözləyirəm. Şirvan şəhərindən səs gözləyirəm. Təkiləlilərdən, Aşıq Əlidən səs gözləyirəm. Ustadım Aşıq Ağa Muraddan səs gözləyirəm. Azərbaycanın əməkdar aşçı Şirzad Fətəliyevdən səs gözləyirəm. Şamaxılların hər birindən dəstək gözləyirəm. Məmməd əmi başda olmaqla çox sağ olun. İfa edəcəyim havanın adı Bəstəkar mahnısıdır. Harda olsan gələrəm. Buyur.
Elşən, dedim görüm gəlirsənmi? Danışanda şirin-şirin, gözlərindən gülürsənmi? Sənsiz yaman darıxmışam, darıxdıqca karıxmışam, mat qalmışam, duruxmuşam, heç olmasa bilirsənmi? Gözəl şəfək gözdə dedi, göz elədi, gözdə dedi. Ay Dəmir, Zəki İslam gözdə dedi. Elşən, gözləyirəm, gəlirsənmi? SMS-lər gəlsin, eşq olsun sənə. Teşekkürler Elşen. Tamaşaçılarımıza təşəkkürümüzü bildiririk ki, bizim iştirakçılarımızı bax beləcə dəstəkləyirlər və inanıram ki, ekran başında yerləşən tamaşaçılarımız da öz SMS-ləri ilə bizim iştirakçılarımızı dəstəkləyirlər və hal-hazırda olan səs faizləri 50,66 səs faizi ilə İbrahim Sadıqov öndədir. Alqışlayırıq İbrahimi. 49,34 səs faizi ilə Elşən Təkrəli biraz geridədir. İbrahim elə vaxt itirmədən səs faizləri dəyişdim və mənə dedilər ki, Elşən Təkrəli 51,39 səs faizi ilə önə keçdi bu ifadən sonra. İbrahim Sadıqovda isə 48,61 səs faizi var. Buyur, siyahın yarımçıq qalmışdı, səni dinlədik. Mükemmel. Bir daha xalqımız salamlayıram. Valla məni döydürəcək axır bunlar sizə. Mən bunların əlinə də mənim əziyyətimi çəkən Nemət müəllim mən deyə bilmirəm. Mən nə edeyim? Nemət müəllimi salamlayıram. Mənim üstadım müəllimim, əməkdar mədəniyyət işçisi, dünya incəsənət və musiqi ustası, xalqımızın sevimli sənətkarı, mənim dostum, müəllimim, gözəl insan. Nemət müəllim, səni öpürəm. Və Nemət sevənlər də dəstək olsun. Olsalar daha yaxşı olar. Mən elə gəlir ki. Və bir daha mən Şəmşir bölgəsini, Şəmşirin İştəpə, Çənlibel, Atabəy, İrmaşlı bütün Xınna dərəsinə, Azərbaycanın hər bir bölgəsi də burada hamıyı da mən deyə bilmirəm, məni döydürəcək bunlar İslam müəllimə. İfan nə olacaq İbrahim? İfəm Ağır şəhərli. Buyur. İbrahim, zəng elədilər. Böyük Qaramuraddan Faik Füqar qardaşları dəstəkləyirsizə. Gərək mən demişim, qabaq deyildim. Qaraqoyunluqdan Bəhrəm müəllim, Sahət müəllim, Tofiq müəllim səni dəstəkləyir. Yəni, var olsunlar. Hər sənətçilər dəyərlidir. Yəni, xalqımız fəyal olsun. Lazım intarsız vaxt zaman imkan vermir. Burada qaydalar var. Yaxşı budur ifanı dinləyək. Qaydaları pozmayaq, düzdür mü? Buyur, bəli, düzdür. Dedim ey yaz olandan ey, bir yaylaqdan oy olasan. Narın narın ey, yağış yağan oy çəngələ. Narın narın ey, yağış yağan oy çəngələ. Kək otunun ey, gül qarışığın oy yolasan. Köf çəkməyən ey, yar yoldaşın oy təngələ. Köf çəkməyən ey, yar yoldaşın oy təngələ ey.
Din almay da yar, din almay da yar, din alı. Kef çekmeyen ey yar yoldaşın oy oy tencele. Yaz olanda bir yaylaqda olasan, narın narın yağış yağa çengele. Kək otunu gül qarşığı dərəsən, kef çəkməyə yar yoldaşın təngələ. Örgənəsən ofçuluğun çəmini, ürküdəsən kəhliklərin cəmini, unuttura sana dərdi qəmini, gecələrin gündüzündən şəngələ. Dedim ey bir gözəlin ey, sığalı çəkib oy oy telinə. Bir gözəlin ey, sığalı çəkib ey telinə. Gül çiçəkdən oy oy, kəmər bağlan ey telinə belinə. Qonaq getsən obasına oy oy elinə. Kündə kəsən ey, qonaq edən oy oy xəngələ. Kündə kəsən ey, qonaq edən oy oy xəngələ. Bir gözəlin sığal çəkir telinə, gül çiçəkdən kəmər bağla belinə. Qonaq getsən obasına elinə, kündə kəsə qonaq edə xəngələ. Kəmandar da həzin həzin oxuya, aşıq görən göz gedərmi yuxuya. Hər tərəfdən dağ havası qoxuya, bəlkə telli dirsəklənib dincələ. Eşq olsun İbrahim ve İbrahim Sadıqovun səs faizləri hal-hazırda 50,88 səs faizi var İbrahim Sadıqovda. Alqışlayırıq İbrahimi. Elşən Təkəldə isə 49,12 səs faizi var. Elşən buyur, səni dinləyirik. Mən də bir daha Qobustan qəsəbəsindən, Hacı Abbas əmidən səs gözləyirəm. Təkilə kəndindən bir daha səs gözləyirəm. Məlikovlardan, Babayevlərdən, Şişarovlardan, Kərimovlardan, İsayevlərdən. İsayevlərdən səs gözləyirəm. İfa edəcəyim havanın adı Şəşəngi. Buyur.
bu beşik bizim. Keçer növbəmizi bu keşik bizim. Neyimize lazımdı ev eşik bizim. Neyimize lazımdı ev eşik bizim. Bu yaşlı ağacın altı bizimdir. Bu yaşlı ağacın altı bizimdir. Bu yaşlı ağacın altı bizimdir. Allah'ım düştü Allah'ım. Ocak Allah'ım düştü Allah'ım. O yaşlı ağacın üstü Allah'ım. O yaşlı ağacın üstü Allah'ım. Ay erşen o yaşlı ağacın Altı bizimdir, o yaşlı ağacın altı bizimdir. O yaşlı ağacın altı bizimdir. o yaşlı Ağacın altı bizimdir. bizimdir. Bizimdir, Bizimdir. bizimdir. O yaşlı Ağacın altı bizimdir. O yaşlı ağacın altı bizimdir. Yaşlı ağacın altı bizimdir. Belə bu yaşlı ağacın altı bizimdir. Gözəl şairimizə Zəlilxan müəllimə eşq olsun, ürəkdən əl çalıb alışlayalım. Eşq olsun, eşq olsun. Elşən Təkəliyə də eşq olsun. Aşıq Vüqar Mahmudoğlu'nu alqışlayaq, onun ifasını dinlədik. Aşıq Telli Borçan'ı alqışlayaq, onun ifasını dinlədik. Və bizim hər iki iştirakçımızı alqışlayaq. Oradan da çox şən yarışmamız gedir bizim. Və hal-hazırda səs faizlərinə görə İbrahim Sadıqov öndədir. 50 tam %58 səs faizi ilə alqışlayırıq İbrahimi. Elşən Təkirəlidə isə 49 tam %42 səs faizi var. Mən prodüserlərimizə müraciət edirəm. Hərənizə bir dəqiqə yarım, çox qısa bir ifa var. Vaxtımız çox azdır. Verilişimizin sonuna doğru yaxınlaşırıq. Şuna keçməyək də ifaya. Buyur. 2 dəqiqə vaxtım var. İstəyirsən danış, istəyirsən ifa et. Buyur İbrahim. Dedim ey bu dünyanı, ey mən təcrübən eylədim, namərd körpü salsa boy boy. Ondan ad olmaz bir mərd ilə balam. Ağı yesen şirindir, yüz namərdlə şəkər. Yesen dad olmaz, ölürəm bay 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 Leyla. Bu dünyanı mən təcrübə eylədim. Namərd körpü salsa onda ad olmaz. Bir mərd ilə ağı yesen şirindir, yüz namərdlə şəkər yesen dad olmaz. Dedim ey əsgərin, sözün yetir nisaba, sərf edənlər boy boy. Zəbt eyləsin kitaba, heç namərdin abalam. Adı gəlsin hesaba, mərd bir olar onda, İkin ad olmaz, ölürəm bay 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 bay.
İbrahim Sadıqovu. Alqışlayırıq dedim İbrahim Sadıqovu. Və hal-hazırda olan səs faizləri 50,98 səs faizi ilə Elşən Təkrəli öndədir. Alqışlayırıq Elşəni 49,2 səs faizi ilə İbrahim Sadıqov biraz geridədir. Elşən buyur sənin ifanı dinləyirik. Mən də bir daha Borçalılardan, Gədəbəylilərdən, Tərtərdən səs gözləyirəm. Təkilə kəndindən musiqi məktəbinin təməlini qoyan Heybət Şikarov ruhu qarşısında başa girəm. Mərhum ustadım Aşıq Aydın Çobanoğlu ruhu qarşısında başa girəm. Ustadlarımdan Aşıq Vüqar Mahmudoğlu'ndan, onu sevənlərdən səs gözləyirəm. Və ustadım Əmin Məmməd Ağadan səs gözləyirəm. Çox sağ olsun, mənə dəstəkdilər. Və ifa edəcəyim hava Bala Ceyran. Buyur. Zil Müxəmməs. Zil Müxəmməs, Elşən, Zil Müxəmməs. Bala Ceyran yox daşı musiqisində. Zil Müxəmməs. Söz oldu, hə. Aşık fena sevdi seni, inan sevmez özgensini. Aşık fena sevdi seni, inan sevmez özgensini. İçtim eşkin vadesini, sağı dolana dolana. İçim eşkin vadesini, sağı dolana dolana. Sağı dolana dolana, sağı dolana dolana. Sağı dolana dolana. Ay insaf sürgən yola, gir baxçama məni yola. Mollalar gedər hamamam, sündgünü bağlarım amam. Bostancı məşər şamamam, tağı dolana dolana. Tağı dolana dolana, tağı dolana dolana. Sağ dolana dolana, sağa dolana. Eşk olsun. Eşk olsun. Bu alkışlarda Abbas müəllimin de payı var. Abbas müəllimin de ifasını dinledik. İbrahim yakın dur. Əziz tamaşaçılar, verilişimizin sonlarına doğru gelirik. Birazdan artık yəqin ki biz stop deyəcəyik. Hələ ki səs vermələr davam edir. Hal-hazırda olan səs faizlərimiz İbrahim Sadıqov 51,9 səs faizi ilə öndədir. 48,91 səs faizi ilə Elşən Təkrəli biraz geridədir. Və prodüserlərimiz belə bir şans verirlər. Son anda hərəsindən
hərəsindən son müraciət, əgər yadınızdan çıxanıbsa çox qısa müraciət və çox qısa bir ifa. Hər ikinizə aiddir, buyur. İlk olaraq səndən başlayaq. Bir daha xalqımızı salamlayıram. Gədəbəydən Sahib Camal dəstək olur, minnətdarlığımı bildirirəm. Avtobazarın baş mühəndisi Əli müəllim çox dəstək olur. Ona təşəkkürümü bildirirəm. Bütün Azərbaycanımızın hər bir bölgəsi əzizdir. Bizim üçün hamısını salamlayıram. Uzun ömür, can sağlığı. İfa, qısaca bir ifa səndən istəyirik. Fəxri havası. Buyur. Dedim ey ne bakırsan ey oğrun oğrun, bana bir neler kimin ay canan bel olmaz, ay sonam bel olmaz. Durum dolanım başına, Şam'a perva neler kimin oy layla balam ey telli balam oy körpe balam. Ne bakırsan oğrun oğrun, bana biganeler kimi, durum dolanın başına bak Şam'a pervaneler kimi. Alkışlayarak İbrahim'i. İbrahim, bu kısa ifalar idi. Verilişimizin artıq sondayız tamaşaçılar. Mən birazdan stop deyəcəm. Hələ ki səs vermə davam edir. Həmçinin digər iştirakçılarımız üçün Elşən çox qısa müraciətin və bir beyt ifa. Daim Aşıq Əvəzxandan səs gözləyirəm. Şıxzəyli kəndindən Azərbaycanın əməkdar artisti Zabit Nəmizadədən səs gözləyirəm. Xalq artisti, üzr istəyirəm. Ərəb Şalbaş kəndindən Hacı Əzizxan daim başda olmaqla Ərəb Şalbaş kəndindən səs gözləyirəm. Və ifa edəcəyim hava Borçalıdan Aşıq Əvəzxan səs gözləyirəm. İfa nə olacaq? İfa edəcəyim hava Kərəm gözəlləməsi olacaq. Çox qısa olacaq, buyur. Teşekkürler. Teşekkürler. Ben isterdim her iki iştirakçımızı ürəkdən alqışlayaq. Hal-hazırda olan səs faizləri 50,63 səs faizi ilə İbrahim Sadıqov öndədir. 49,37 səs faizi ilə Elşən Təklərli biraz geridədir. Və bir neçə saniyədən sonra stop deyəcəyik. Bu stop ümumən olacaq. Həm növbəti həftənin iştirakçıları üçün, həm bu dəyişmə
meydanında bugünkü yarışmanın qalibini təyin etmək üçün öz adımdan onu deyə bilərəm ki, Değişmə 4 layihəsidir. Artıq bəlkə də ən maraqlı yarışmalarımızdan biri oldu. Ən azından Telli xanım əvvəldən bizimlədir, Abbas müəllim bizimlədir. Elə Nemət Qasımlı ilə Dəmir Gədəbəyli də ekran başından bizimlə olubdu. İbrahim, yaxın dur. Yaxın dur və hal-hazırda verilişimizin sonlarına doğru yaxınlaşırıq. Son SMS-lərinizi göndərirsiniz. Çalışın 10 səs, 30 səs edin. Ola bilsin ki, həlledici olar. Və mən bir neçə saniyədən sonra stop deyəcəm. Və mən bizim prodüserlərdən artıq xəbər gözləyirəm. Artıq ifalar, bəli, artıq ifalar bitibdir. Bəli, Telli xanım, saniyələrdən sonra stop deyəcəm. Çox həyəcanlı anlardır. Hətta bizim müsiflərimiz və dəstəbaşılar bunu hardasa da erkən final adlandırdı bu günlərim. Səs faizləri hal-hazırda da dəyişdi, özünüz görürsünüz. 50,13 səs faizi ilə İbrahim Sadıqov öndədir. 49,87 səs faizi ilə Elşən geridə. Demək olar ki, bərabərdir. Və geriyə sayım edirik və geriyə sayımdan sonra stop deyirik. Və stop dedik artıq. Stop dedik artıq. Artıq son SMS-lər hesablanır. Həftə ərzində gələn SMS-lər də hesablanır. Növbəti həftə artıq deyəsən məlumdur. Növbəti həftənin yarışmacıları, belə deyək, 93-214 SMS nömrəsi ilə Samir Cəlaloğlu yenidən yarışacaq və 93-216 SMS nömrəsi ilə Əskər Qazaxlı Qazaq dueli görəcəyik gələn həftə biz və bu həftə kim oldu qalibimiz? İbrahim yoxsa Elşən? Doğrudan da çox gözəl ifalardı. Hər iki iştirakçımız çox gözəl ifa etdi. Hamı həyəcanla gözləyir burada. Son nəticələri, Abbas müəllim, nəticə gəlsə yarımçıq qalacaqdı. Buyurun. Müşayiət edənləri biz qeyd elədik və onları alqışladıq. Gəlin bir daha alqışlayaq müşayiət edənləri. Abbas müəllim, siz həyəcanla görünür izləyirmişsiniz. Ona görə də bu anı buraxdınız yəni belə nəzərdən. Və nəticələr hesablanır. Telli xanım, həftə ərzində gələn SMS-lərdə və son saniyələrdə SMS-lər gəlibdir. Onlar da üst-üstə gələrək artıq bizim qalibimizi elan etməyə hazırlaşırıq. Nəticədən asılı olmayaq yenə deyirəm. Gəlin hər iki iştirakçımıza alqışlayaq. Onların hər ikisi bugün alqışa layiq idi. Elşən də, İbrahim də özlərinin davranışı ilə, ifası ilə hər tərəfli, ən azından bu layihə boyunca mən tanıyıram, mən bilən və münsiflərimiz də bilir. Və nəticələr. Nəticələr çox həyəcanlanlardı. Bəlkə də ilk dəfə özüm də həyəcanlanıram. Artıq deyəsən hazırdır. Mənə də belə deyirlər ki, deyəsən hazırdır. Və beləliklə 1, 2 və hazırdırsa artıq gəlin intizarda qoymayaq. Var nəticələr. 51,15 səs faizi ilə Elşən təkrarı qalib gəlir. Elşən, təbrik edir səni. İbrahim, çox gözəl ifana görə sana da öz təşəkkürümüzü bildiririk. Əziz tamaşaçılar, bu gözəl değişmə meydanında sizinlə sağollaşırıq növbəti həftəyə qədər. Növbəti həftənin ikinci günü axşam saat 11-in yarısı sizinlə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.